Hazreti Zəhra salamullahi aleyhaya o xanımın pak və mütəhhər ruhunu salavatla yad edək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. نحمده ونستعينه ونتوكل عليه ونصلي ونسلم على حبيبه وحبيب إله العالمين الذي سمي في السماء بأحمد وفي الأراضين بأبي القاسم مصطفى محمد. اللهم صل على محمد وآل محمد وعلى أهل بيته الطيبين الطاهرين سيما بقية الله في الأراضين بهم نتولى ومن أعدائهم نتبرأ إلى الله ولعنة الله على أعدائهم أعداء الله إلى يوم لقاء الله. اللهم صل على فاطمة وأبيها وبعلها وبنيها والسر المستودع فيها بعدد ما أحاط به علمك. Allah Tebarek ve Teala inşallah Hazreti Zehra salamullahi aleyhanın dünya ve ahiret mühibbilerinden bizi ayrı salmasın, salavat zikredelim. Sözümün əvvəlində əziz ruhani qardaşlarımdan təqdir və təşəkkür edirəm. Neçə günlərdir zəhmət çəkirlər burada və istifadə olunur. Allah Təbarək və Teala inşallah onların elmlərinə, ömürlərinə bərəkət versin və neçə gündür burada zəhmət çəkilir, ehsanlar verilir. Qardaşlar gəlməkləri ilə maddi, mənəvi Allah Təbarək və Teala hamılardan qəbul eləsin, o cümlədən möhtərəm bacılar, hamılarının hacəti rəva olsun, salavat zikr eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil faraca. Təbiidir bu məclislərdə Həzrəti Zəhra salamullahi aleyhanın fəzailindən danışılır neçə gündür və o Həzrətin fəzilətindən nə qədər danışılsa günlərlə, saatlarla, həftələrlə, aylarla, illərlə tükənməzdir. Çünki Həzrəti Zəhra salamullahi aleyha kamil bir insanın nümunəsidir. Kamil insanın haqqında o kəs danışa bilər ki, özü də kamildir. Nə qədər Həzrəti Zəhra salamullahi aleyhanın barəsində kitablar yazılıb, nə qədər sözlər deyilib, yəqinən Həzrəti Zəhranın kəmalının çatmayıb o insanlar. Odur ki, o sözlər, danışılan sözlər yenə də xanımın o cür ki lazımdır, onun fəzilətini, onun məqamını insanlara çatdırmaqda acizdir. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurub ki, əgər bütün dünyanın gözəlliklərini və yaxşılıqlarını qərar olsa ki, Allah Təbarək və Teala bir insan şəklində cilvələndirir, görsətsin, o Həzrət Zəhra salamullahi aleyha olar. Bütün, yəni gözəlliklər, dünyanın bütün gözəllikləri, nə yaxşılıq ki bilirsən, nə yaxşılıq sənin zehninə gəlir, gəlmir bilirsən, Peyğəmbər buyurur, əgər onları qərar olsa Allah Təbarək və Teala bir insan şəklinə salıb, göstərsin sənə, mənə, insanlara, görsətsin, o olar Həzrət Zəhra salamullahi aleyha. Belə bir şəxsiyyətdir və belə bir kamil insandır. Odur ki, onun barəsində danışmaq, nə qədər danışsa insan azdır. Mən bu günləri, mənim əziz qardaşlarım,
işarə eləyəcəyəm xanımın da inşallah fəzilətlərinə. Mənim əziz ruhani qardaşlarım yəqin ki, xanımın barəsində danışıblar. Mən bugün bu neçə dəqiqə ki, mənim ixtiyarımda qoyulub, istəyirəm, çünki məclis xanımın məclisidir, istəyirəm mən İslamda və qeyri-İslamda və başqa İslam məktəbində və qeyri-İslami məktəblərdə xanıma aid bir neçə kəlmə söhbət edeyim. Görək ki, ümumiyyətlə, qadın bir məxluqdur ki, onun barəsində çoxlu nəzərlər deyilib məktəblərdə, çoxlu sözlər danışılıb məktəblərdə və o cümlədən İslamın da qadın barəsində nəzərləri var. Nəzərləri var. Cürə və cür sözlər deyilib, mən o sözlərdən bəzisini burada mən sizin xidmətinizə deyəcəyəm. Birinci məsələ bu ki, insanların arasında bu sual qabağa gəlib, bu söhbət qabağa gəlib. Əslən bu ki, kökündən bəzi məktəblərin sözü ki, görək qadın insandır ya insan deyil. Bu sözlər mən deyəndə bəlkə də sizə təəccüblü gələr ki, məsələn, bu sözlər olub, olmayıb, belə bir məsələlər dünyada əslən hadisələr baş verib, bəli, baş verib bu hadisələr dünyada. Tarixdə yazırlar 586-cı milad ilində 586-cı milad ilində Fransada, həmən bu Fransa ki, mərkəzi paytaxtı Parisdir, Avropa ölkəsi, Fransada bir konferans təşkil oldu. Alimlər yığıldı ora, savadlı insanlar, dünyanın məsələn deyək, bilənləri yığıldı ki, bu məsələni, bu suala cavab versinlər. Görək, qadın insandır ya insan deyil. Çünki qadının barəsində fikirlər var. Fikirlər var ki, qadını insan ondan qabaq. Qadını insan bilmirdilər. Qadını hətta cahil ərəblərin vaxtında qadını əşya kimi hesab edirdilər. Məsələn, deyirdilər, bir kişinin fərzili evi var, dəvəsi var, nə bilim, evində məsələn, indi səndiginən nəyi var, bir dənə xanım da var. Bir qadın da var. Onun qadını ya qızını o cür qələmə verirdilər. Cahil, İslamdan qabaq. Bəli, Fransada 586-cı ildə milad tarixində bu konferansda yığıldılar, o dedi, bu dedi, axır bu qərara gəldilər ki, bəli, qadın insandır. İnsan tayfasındandır. Amma o cür insan yox ki, kişilər kimi məsələn. İkinci dərəcəli, məsələn də kişilərin yanında bu da bir insan kimi bunu sayaq. Siz baxın, görün, 586-cı il milad ilində, mən yadımdan çıxdı hesab eləyim, İslam tarixi ilə hansı tarixə düşür və zahirən biraz elə ondan qabaqdır. Amma baxın, görün, İslam, Seyyid buyurur 40 il İslamına qabaq, amma İslam dini, Peyğəmbər gəlib insanların arasında Allahın vəhyini təbyin eləyəndə Qur'anda, baxın görün, Qur'anda əvvələn böyük surələrdən birinin adı nədir? Qur'an oxuyanlar. Nisa surəsi, böyük surələrdən biri. Nisa surəsidir. Sayırsan, başdan sayırsan da, Həqərədə, Ali İmran, nədir Nisa surəsi? Allah təbarək və Teala, İslam Peyğəmbəri, bəşəriyyətin axırıncı Peyğəmbəri müsəlmanlara qadının barəsində birinci Qur'anda Nisa surəsi adında bir surə qoyublar. Yəni qadın surəsi. Qur'anda kişi surəsi var. Kişi Rical surəsi yoxdur. Bəlkə mən xəbərim yoxdur. Qur'an oxuyanlar. Qur'anda yoxdur. Qur'anda
bir dənə surə tapmazsınız ki, adı kişi surəsi olsun. Amma qadın surə, qadın adıyla bir bütöv surə var. O surənin əvvəlində Allah təbarək və Taala elan eləyir qadın kimdir. Baxın, görün. Nə buyurur Allah təbarək və Taala bu surənin əvvəlində? Əuzu billahi minəşşeytanirracim. Ya eyyuhən nasuttaqu rabbekumullezî خلقكم من نفس واحدة وخلق منها زوجها. Allah ne deyir bu surede? Allah deyir, siz özünüzü yormayın. Konferans lazım deyir. İclas lazım deyir. Gəlin mən sizə deyim xanım kimdir? Xanım deyir, ey o kəsləri ki təqva sahibisiz. Ey o kəsləri ki Allah'a inanmısınız. Xanım da sizin kimin, da burada ayəni mən tərcümə eləmirəm, deyir, xanım da sizin kimin insandır. Lazım deyil ki, özünüzü yorasınız, konferans eləyəsiniz. Həmən adamlar ki, hələ bunda qalmışdılar ki, qadın adamdır, insandır ya insan deyir, bugün gəlib bizə qadının hüquqlarını öyrədirlər. Qadının barəsində, azadlığı barəsində bizə məruzə eləyirlər. Gör, nə görə qalıb müsəlman? Niyə görə bu günə qalıb müsəlman? Çünki dinindən, Qur'anından ayırıblar onu əvvəl. Əvvəl onu ayırıblar dinindən, Qur'anından, Qur'an təlimlərindən, İslam təlimlərindən. Sonra gəliblər ona deyirlər ki, gəl bizə öyrət, gəl biz sənə öyrədək ki, qadın nədir, qadınla necə rəftar eləmək lazımdır və ilaxər. Və ya inki Qur'anın başqa ayəsində Ali İmran surəsinin 195-ci ayəsində Allah təbarək və Taala qadınları kişilər ilə bərabər sayıb mənəvi cəhətdən, fiziki cəhətdən demirəm ha, fiziki cəhətdən mən söhbət eləmirəm. Mənəvi cəhətdən buyurur: İnni la uzi'u amala amilin minkum min zəkerin əv unsa ba'dukum min ba'd. Allah buyurur ki, mən istəyir qadın ola, istəyir kişi ola, onlar əgər yaxşı əməl eləsələr, mən onların əməllərini zayi eləmərəm. Aradan aparmaram, puç eləmərəm. Demərəm ki, bu kişidir, bunun əməli qəbul olsun, bu qadındır, bunun əməli qəbul olmasın. Nə çox tarixdə qadınlar ki, kişilərdən üstün, ki, onların əvvəli Həzrət-i Zəhra salamullahi əleyhadır. Salavat zikr edin. Allahümme sallallahu Muhammed Ali Muhammed və Bəziləri Öhüd müharibəsində Peyğəmbəri tək qoyub qaçdılar. Onlar ki iddia elədilər, tək qoyub qaçdılar, Öhüd dağlarına qaçdılar, gizləndilər. Amma bir qadın Nəsibə adında nizəni götürdü, qışqırdı, hay saldı. Dedi, siz bəyəm kişi döyürsüz, qoyub Peyğəmbəri qaçırsınız? Hara qaçırsınız? Bax, tarixdə belə bir xanımlar olub ki, mən onlar barəsində istəmirəm. Əgər o barədə söhbət eləsək, söz uzuna çəkər, istəmirəm o barədə söhbət eləyim. Bəli, İslam qadını əvvəldən elə insan cərgəsində sayıb. Buyurub, Avropalılar hələ axtarırlar insan, İslam dedi ki, insandır. İslam qadının məunə deyirlər, dolanışığını, xərclərini, məxaricini qoyub kişilərin boynuna. Buyurur ki, qadın əgər ailədə, əgər birinin xanımı varsa, onun dolanışığı kişinin boynunadır. Kişinin vəzifəsidir ki, neynəsin? Qadının
yeməyin versin, evlə təmin eləsin, paltarla təmin eləsin. Əgər hətta var fiqhidə, əziz qardaşlarım bilirlər, hətta var fiqhidə ki, bizim fiqhidə var ki, əgər bir xanım gedib alırsansa, onun evdə şə'ni budur ki, onun qulluqçusu olub, ona xidmət eləyən olub, kişinin vəzifələrindən biri də budur ki, neynəsin? Hə? Onun üçün qulluqçu tutsun. Hə? Odur ki, gedib ailə quranda da indi yaşlı qocalar gülürlər, da sizdən keçib də, cavanlara aiddir. Ailə quranda baxın, görün ki, kiminlə ailə qurursunuz, özünüzə başınıza, və bu cür danışanda yaşlı mənim kimi qocalar gülürlər, da sizdə bizdən keçib də, bu cavanlara aid, hə? Səlavat zikr eləyək. İslam xanımın xərclərini kişinin boynuna qoyur. Kişinin vəzifəsidir xanımın xərclərini versin. Bu o haldadır ki, qərb ölkələri, qeyri-İslam ölkələri xanımları özləri üçün nə edirlər? Özləri üçün ticarət vasitəsi qərar verirlər. Sərmayə qərar verirlər özləri üçün. Baxın, görün, xanımlardan necə istifadə eləyirlər. Reklamlarda xanımlardır. Gedirsən, bir idarəyə müraciət eləyirsən, o idarənin cəzb edici qüvvələri xanımlardır əksənən. Amma İslam nə deyir? İslam deyir, yox. Xanım bir güldür. Əl-mər'ətu rəyhanətun. Xanım güldür. Demirəm. Xanım, bəli, işləyər də, onun gəliri də olar, amma öz əndazəsində, çərçivəsi var. Day deməyib, xanımı götürgünən, sən reklama salgınan, qoygunan, gedən, gələn baxsın. Avropa bugün gəlir bizə, bunu öyrədir. Xanımlarınızı deyir, vitrinə qoyun. Amma İslam onu demir. Niyə görə İslam onu demir? Çünki İslam buyurur ki, xanımlar sizin gələcək nəslin pak olması üçün mühüm amildilər. Mühüm amildilər. Əgər istəyirsən, sənin gələcək nəslin, bir ölkənin əgər istəyir cavanları gələcəkdə o ölkənin, o torpağın qeyrətini çəksin, o torpağın qayğısına qalsın, bir millətin gələcəyi olsun, onun gərək anaları pak olsun. Pak olsun. İslam azadlığın əleyhinə deyil. İslam qadının azad olmasının əleyhinə deyil. Demir ki, qadın gərək qul olsun, qadın gərək evin bir küncündə qalsın, qadın gərək ictimaiyyətdə rolu olmasın, qadın gərək nə bilim, yox. İslam bunların tərəfdarıdır. Amma o azadlıq ki, qərb bugün deyir, qadın azad olsun, o mənaya ki, onlar deyirlər, İslam ona deyir, ölüm olsun o cür azadlığa. O cür azadlıqdansa, qul olub qadın, yəni o cür azadlıqdansa qadın azad olmayıb mümin olsun ondan yaxşıdır. Baxın Quran ayəsi. وَلَأَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ. Əgər bir xanım quldursa, o vaxtdan da o qul yoxdurmuzdur ki. Əgər bir xanım quldursa, amma müminədir, o qat-qat yaxşıdır o xanımdan ki, azaddır, özünü azad göstərir, vitrinə qoyub, ondan qat-qat yaxşıdır. Qur'anın məntiqi budur. Niyə görə? Çünki qadın gələcək nəslin bünövrəsin qoyulmaqda mühüm amildir. Qur'an ayəsi oxuyum siz üçün. Bu sözmə dəlil. Buyurur, Nisaukum harsulləkum. Sizin qadınlarınız elə bil sizin
əkin sahəvizdir. Baxın, sənin bir sahə varındır, sahə varındır. Əgər o sahə şoranlıqdır, sən ora nə əksin bitməyəcək. Burada bilirsiniz də, əkinçilər bilər. Sən apar məsələn şoranlıq bir yerə, sən əkkinə, nəsə bitəcək orada. Bəlkə də ona məxsus ola bilər, pambıqdan mən bitər, bilmirəm. Heç pambıq da bitmir, heç o da deyir bitmir. Yaxşı, şorandır, niyə görə? Yerdir, bitmir. Yer gərək mümbit olsun. Amma yer mümbit olanda, qara torpaq olanda, ora elə əlindən bir dənə çəyirdək də düşsə, görürsən ki, gələnini göyərdi, düzərdi. Allah buyurur, qadınlarımız sizi üçün əkinəcək yeridir. Əgər o əkinəcək şoranlıq olsa, o sənə nə verəcək? Nə verəcək sənə? Gələcəkdə bir vizr vəbal, dərd üsər, bir ölkənin gəlindi, məsələn, qadınları ucur olsun. Nə olacaq o ölkənin gələcəyi? Bu ölkənin nə olacaq? Cavanları nə olacaq? Ona görə İslamda təkid olub ki, yenə bu cavanlara aiddir, qocalar çox elə sevinməsinlər. Ged əvət onlara da aid, bir səlva zikr edək. İslamda sifariş olub ki, istəyirsən oğluva gedib qız alasan, ya qızıva elçi gəliblər, birinci meyar gərək o cavanın imanı olsun. Kimdir bu gəlib mənim qapıma? Görək bunun imanı var yoxsa yox. Namazı var yoxsa yox. Allahdan qorxusu var yoxsa yox. Amma indi nə olsun? İndi adət olub, demirəm, indi mən dediyim sözlər o biraz pis düşünülməsin. Birinci söz ki, soruşurlar, nə bilim, oğlan gəlib elçiyə, evi var oğlanın, maşını var, işi var, bunlar lazımdır. Bunlar, bəli, bunlar lazımdır, amma bunlar ikinci dərəcəli şeylərdir. İkinci dərəcəli şeylərdir. Ya məsələn, durur, gedir birinin qapısına, görüm hələ bunun, məsələn, səri surəti necədir? Axtarmır, bu görün, bu mömin ailədir. Bunun babaları kim olub, nə bilim, nə olub, bunu axtarmır hələ. Cavanlar diqqət eləsinlər bu cür şeylərə. Ata-analar diqqət eləsinlər bu cür şeylərə. Bu cür şeylər bizim ictimaiyyatımızın bugün bəlalarıdırlar. Görürsən, sonra Allah eləməsin, çox çəkmir, zəng ellər filan kəsin təlağına. Abala, mənə kəbinini silən gün oxumuşduq axı. Yox, uyğun gəlmədi də, düz gəlmədi. Əlbəttə, bəzi yerdə ağsaqqalların, ağbirçəklərin səhvidir. Baxın, görün mənim əzizlərim. İndi bu kimin xoşuna gələr, gəlməz. Bir cavan ailənin, ibtidai qurulmuş ailənin başının üstündə bir təcrübəli ağsaqqal, ağbirçək olmalıdır. Bu, biz qədimdən bunu görmüşük. Qədimdə bəzi adətlər var idi, təəssüf olsun, indi yaddan çıxıb gedib hamısı. Qədimdən belə olub. Amma o ağsaqqal, ağbirçək yerə ağıllı adam olsunlar. Bəzi vaxt görürsən, cavanların işini elə onlar pozurlar. Qaynana deyir, gəlin gərək mənim kimi olsun. Axı, sən özün elə yadından çıxıb, nə qədər qazan yandırmışsan, nə qədər şit xörək, şor xörək vermişsən, bu yazıq kişilərin yoldaşının hülqumuna tökmüşsən. Sən də 40 il keçib, 20 il keçib bu cür olmuşsan da, hələ 20 il keçib, hələ gəlib çatmışsan bu yerə, hələ nə olmuşsan? Çox danışmayaq bu barədə, sonra görürsən, iş gedər. Bu Hüseyniyənin bir dənə yaxşı xüsusiyyəti var ki, qadınların bayra çıxmaq, o yandan bayra çıxmaqları kişilərdən uzun çəkir. Elə burada nə danışsın, sonra nə oradan çıx elə, qaç getdinəcə, görməsinlər səni. Ya da bu məclisdə mən olan xeyrinə danışırım, inşallah dua eləyənlər. Allah təbarək və teala inşallah bizim üffətli, namuslu analarımızı, bacılarımızı inşallah Həzrət Zəhra salamullahi əleyhanın dünya və axirət şəfaətindən bir nəsib eləməsin, səlavat zikr.
Bəli, bu cürdür qadına nisbət. İslam qadına qiymət verib, qədir verib, məqam verib. İslam bu cür davranıb qadınla. Hələ 20-ci əsrin, 21-ci əsrdə, 20-ci əsrin hələ əvvəllərində, qərb ölkələrində, qeyri-müsəlman ölkələrində qadınların hüquqi olmayan surətdə səs vermək hüququna malik olmayan surətdə Qur'an qadınların səs verməyindən danışır. Harda? Harda danışır? Təhrim surəsinin yox, bir salavat zikr eləyək. O surədə ki, Allah Təbarəki və Teala Mümtəhinə surəsinin 12-ci ayəsində Allah Peyğəmbərinə belə buyurur. İzə ca'əkəl mu'minatu yubayi'nəkə alə əllə yüşriknə billah. Deyir Peyğəmbər. O vaxt ki, Peyğəmbər hakimiyyət qurub, indi gəl beyət eləyirlər də oynanda. Demir kişilər gəlib beyət eləyəndə. Allah Təbarək və Teala Qur'anda buyurur ki, o vaxt ki, gəldi o xanımlar ki, gəldilər müminə xanımlar səninlə beyət eləməyə, sənə səs verməyə, sənə ləbbeyk deməyə, onları qəbul elə. Hələ Avropa deyir ki, qadınların hüququ yoxdur səs verməyə. Qur'an gör, harada hələ Avropa 1500 ildə hələ İslamdan daldadır. Və İslamın gözəllikləri budur. Bunları gərək öyrənsin bizim cavanlar bu məktəblərin müqabilində. Nəinki məsələn İslam müsəlmanlar barəsində onlar bizə neynəsinlər, onlar bizə söz desinlər. Onlar nə deyəcəklər? Onlar bizə göstərəcəklər də, məsələn göstərəcəklər, bu müsəlmanlar budur. Bir nəfəri məsələn 10 il, 15 il, 20 il, 30 il məsələn terrorçu tanıtdıracaqlar. O vaxt ki, onlara sərf eləmir. Sonra o vaxt ki, sərf eləyəndə gəlib qəşəng yuyacaqlar, təmizləyəcəklər, saqqalın salacaqlar, səliqəyə, qalstuk, pəncə zad giyindirəcəklər, deyəcəklər ki, bu bizim dostumuzdur. Onların İslamı yəni bu. Təəssüf olsun ki, bir çox müsəlmanlar da elə onların elə o təliminə, tərbiyəsinə uyurlar və o cür olurlar. Bax, bu cürdür. İslam qadına hürriyyət verib, azadlıq verib və qadınları misal vurub kişilər üçün. Qur'anda var, mənim qardaşlarımdan biri də keçən söhbətlərində buyurdu, Təhrim surəsinin 11-ci ayəsində və daraballahu məsələn lillezine amenu imra'ate fir'aun. Allah misal vurur Fir'onun nəyini? Arvadını kişilər üçün. Baxın, belə bir qadınlar var. O qadınların ən əfzəli, ən üstünü, dahi o pik zirvəsində dayanan Həzrət Zəhra salamullah əleyhadır ki, bu insan onun məclisində oturmuşsa. Həzrət Zəhra salamullah əleyha belə bir şəxsiyyət. Mən bu hədisi bir xudmani məclis vardı, orada dedim, amma burada da deyim, qoysuz eşidəsiniz, heyifdir. Bu tarixi. Həzrət Zəhra salamullah əleyha kimdir? O deyir, əgər dəryanın suyunu içə də bilməsən, amma öz dadı, susuzluğun qədər içə bilərsən də. Cabir ibn Əbdullah Ənsari bir gün İmam-ı Məhəmməd-i Baqir əleyhissalamın gəldi xidmətinə, dedi, Yəbnə Rəsulillah, mənə bir hədis öyrət. Bilməm, bunu mənim qardaşlar deyiblər, yoxsa deməyiblər mənlə qabı. Sənə də təkrar deyib, yoxdur. Mənə bir öz cəddün, öz nənün, öz anın, xanım Zəhra barəsində bir şeydir ki, mən onu sizin şiələrə deyim, qoy onlar kef eləsinlər, qoy onlar sevinsinlər, qoy ürəkləri şad olsun. İmam-ı Məhəmməd-i Baqir əleyhissalam dedi, atam öz atasından, o da öz atasından, Peyğəmbərdən
rəvayət elədi ki, Həzrət Rəsul-i Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm buyurdu ki, qiyamət günündə bütün peyğəmbərlər üçün nurdan mənbər qurarlar. Mənim mənbərim hamıdan ucadır. Allah təbarək və taala əmr eləyər ki, ey mənim həbibim, mauizə eləginən peyğəmbərlərə, xütbə oxuyunan. Mən bir xütbə oxuyaram orada ki, dünyanın əvvəlindən axırına heç kim onu eşitməyir. Peyğəmbərlərin vəsiləri üçün də mənbər qurunar ki, mənim vəsim Əli ibn Əbi Talib əleyhissalam hamıdan ucadır onun mənbəri. O da xütbə oxuyar. Onların peyğəmbərlərin vəsilərinin övladları üçün mənim Həsən-i Hüseyin üçün də mənbər qurular. Peyğəmbər gedir belə, bu hadisələr qutarandan sonra Həzrəti Cəbrail əleyhissalam nida eləyər ki, Fatimə hardadır? Həzrəti Zəhra salamullahi əleyha qalxar yerindən. Nida gələr məhşər səhnəsinə Allah təbarək və taala tərəfindən ki, başlarınızı salın aşağı, xanım Zəhra istəyir məhşərdən geçsin behişdə. Behişdən bir dəvə gətirərlər, Həzrəti Cəbrail bir dəvə gətirər onun üçün. Xanımı əyləşdirərlər, 100.000 mələk sağında, 100.000 solda, 100.000 mələk qanatlarının üstündə Həzrəti Zəhranı aparırlar behişdə. Elə ki, xanım Zəhra salamullahi əleyha çatar behiştin qapısına, dayanar orada. Dayanar orada, o bəşarət buradadır. Dayanar orada, Allah təbarək və taaladan xitab gələr. Ay mənim sevgili bəndəmin qızı, niyə dayandın? Mən səni behişdə dedim get girginən. Xitab eləyər, ərz eləyər Həzrəti Zəhra salamullahi əleyha ki, ilahi, mən istəyirəm bu günləri burada mənim qədri, qiymətimi insanlar bilsinlər. Dünyada ki, bilmədilər. Dünyada o müsibəti gətirdilər başıma, kül oldu onların başına. Amma istəyirəm burada qədri, qiymətimi bilim. Allah buyurar ki, sənə ixtiyar verirəm. Bax bu insanların məhşərdə insanların arasına. Gör ki, kimin qəlbində sənin az da olsa məhəbbətin və ya sənin övladlarının məhəbbəti varsa, onların hamısını sənə icazə verirəm, hamısını yığ özündən apar behişdə. Xoş halınıza. Salavat istəmir bu. Allahümmə səllə Muhammed Ali İmam-ı Məhəmməd Baqir əleyhissalam deyir, ya Cabir, necə ki quş görmüşsən, o dənliyir, yaxşı dənləri pis dəndən ayırır. Anam Zəhra öz şiələrini, bizim şiələrimizi, bizim mühibbilərimizi o cür ayıracaq, gətirəcək öz yanına. Elə ki bu hadisə qutardı, o Həzrəti Zəhra salamullahi əleyhanın mühibbiləri gəldilər xanımın ətrafına. Allah təbarək və taala buyurar ki, da girin behişdə. Bu insanlar girməzlər behişdə. Qutarmayıb hələ. Bu insanlar girməzlər behişdə. Allah xitab eləyər mələikələrin vasitəsilə, niyə girmirsiniz? Onlar deyərlər ki, o seçilib gələn insanlar deyərlər ki, ilahi, biz istəyirik ki, bu günləri bizim qədrimizi, məqamımızı bu insanlar görsünlər. Görsünlər insanlar, olar ki, dünyada Həzrəti Zəhranın sevinç günlərində sevinirdilər, kimlərdilər? Qəmli günlərində qəmlənirdilər, kimlərdilər? Ona sevirdilər, kimlərdilər? Onların ziyarətinə gedirdilər, kimlərdilər? Qoy bu cəmaat görsün, burada bilmirlər. Burada cürəbəcür sözlər deyirlər. Cürəbəcür sözlər deyirlər, eybi yoxdur. Orada qədrinizi biləcəklər. Allah buyurur ki,
xitab eləyəcək. Deyəcək, eybi yoxdur. Bu icazəni sizə verirəm o mühibbilərə. Bu icazəni sizə. Bu icazəni sizə verirəm. Dünyada olar ki, siz Əhl-i Beyti sevirdiniz, ona görə sizə məhəbbət elədilər. Siz Əhl-i Beyti sevdiyinizə görə sizə su verdilər. Sizə yemək verdilər. Ehsan verdilər. Olar ki, ehsan verirlər bu məclislərdə, xoş onların halına. Onlar ehsan verdilər. Onlar sizin qeybətinizi eləyəndə, çünki Əhl-i Beyti sevirdi, sizin qeybətinizi eləyəndə qoymadılar, dedilər, bunların qeybətini eləməyin, bunlar İmam Hüseyin sevgili mühibbidirlər, Həzrət Zəhranı sevirlər. İcazə verirəm, siz də onları yığın, gətirin, gəlin behişdə. Xoş sizin halınıza. Onlar da o insanları yığacaqlar, apalacaq. Həzrət Zəhra babudur. Hələ mən bir belə o milçəyin, ağca qənədin qanatı qədər bir söz dedim ha burada. Həzrət Zəhranın məqamında, onların sevənlərin məqamında, məqam barəsində ki, onların kəramətləri olub, onların fəzilətləri olub, onlar ölünü dirildiblər. Naəlac olmayan xəstəni şəfa tapıblar. Mən özüm şahidiyəm. Mən özüm bu iki gözümlə şahidəm. Onu mən danışmıram, o şahid olduğum şeyi, onu danışmıram. Başqa bir hadisə danışım siz üçün tarixdə. Yazırlar ki, elə bu işıqları yavaş-yavaş söndürün, qardaşımız da hazır olar inşallah zikr müsibətin deməyə. Yazırlar ki, Hindistanın Abbasabad adında bir məntəqəsi var. Orada Aşura günündə şəbih qurarlar. Şəbih bilirsiniz də. Şəbih odur ki, orada məsələn səhnə qurarlar. O Kərbəlanın hadisələrindən orada səhnə, camaat orada baxarlar. Məhərrəmliyin birində gəzdilər bir nəfərin dalıcan ki, Həzrəti Əbbas əleyhissalamın rolunu aparsın. Həzrəti Əbbas eşitmişsiniz, rəşid bir şəxs olub, uca qamətli, uca boylu bir şəxsiyyət olub. Gəzdilər, tapa bilmədilər. Axır bir nəfəri tapdılar ki, onun atası Əhl-i Beyt düşməni idi. Amma özləri şiə idilər, özləri Əhl-i Beyt mühibbi idilər. Amma ataları Əhl-i Beyt düşməni idi. Bu şəbih oldu, qutardı. Ondan sonra Aşura günü ya Tasua günü idi, qutardı. Bu uşaq gəldi evə. Gəldi evə, atası dedi, haradaydın, niyə gec gəldin? Oğlu dedi ki, bəs belə hadisəni danışdı. Atası Əhl-i Beyt düşmənidir, nasibidir. Narahat oldu, danladı uşağını. Dedi, sən bu işi nahaq eləmişsən, filan eləmişsən, belə eləmişsən, mən sənin əllərini, o sevdiyin ağanın əlləri kimi kəsəcəyəm. Cavan dedi, gələ, kəs. Bu məlun, zalim vurdu öz oğlunun qollarını kəsdi. Ana gördü, ana narahat oldu. Mühib Əhl-i Beyt idi. Dedi, sənə Allah lənət eləsin. Sən Həzrəti Əbəlfəzlin anası Zəhradan utanmadın, qorxmadın bu işi görsün, bu işi gördün. Bu məlun dedi ki, sən də xanımın onu çox istəyirsən, ona görə də sən dilini kəsəcəyəm. Xanımının da dilini kəsdi, ikisini də atdı bayram. Bu zalim. Olur tarixdə bu hadisələr. Bu hadisələr olur. İndi məsələn, Əhl-i Beyti birdən məsələn sevmək üçün, Əhl-i Beyti təbliğ eləmək üçün məsələn birdən tutub birini zindana salırlar. O vaxtda əlini kəsiblər də. İndi bacarsalar əlini də kəsərlər. Niyə başını kəsmirdilər? Neydi adları? İdil. O adları yadından Azərbaycan adları. Hə? İşid. Başını kəsirdilər də. Niyə görə bu Əhl-i Beyti sevir? Kəsmirdilər 21-ci əsrdə. İndi həmən adamlar gəliblər, nə olublar? Bəli, atdı bunları, bunlar da biçarələr, qana axı gəldilər həmən Abbasabad məscidinə. Daya orada girdilər, cəmaat dağılır, başladılar nalə, ağlamaq.
Gecənin bir aləmində ağlamda yoruldular, ya qan getdi onlardan, yuxu apardı. Ana yuxu gördü ki, 3 dənə mücəllələ xanım gəldi içəri. 3 dənə xanım girdi içəri. Yazır ki, elə mən hiss elədim ki, bunlardan biri xanım Zəhra salamullahi əleyhadır. Biri Həzrəti Zeynəb salamullahi əleyhadır. O birisinin adı yadından çıxıb. Gəldilər, deyir, o xanım Zəhra hiss elədiyim xanım öz ağzının mübarək suyunu çəkdi mənim ağzıma, çəkdəyim mənim dilim açıldı, sağaldım. Sağalan kimin yapışdım xanımın ətəyindən. Dedim, xanım, sən kimsən? Dedi, mən həmən Zəhrayım ki, mənə görə sənin dilini kəsiblər. Yapışdım ətəyindən, dedim, xanım, mənim oğlumun da qolların kəsiblər. Ona da bir çarə elə ki, baxdı mənə, dedi, onun öz sahibi var. Deyir xanım ki, ayıldım, getdim mən oğluma tərəf, gördüm qolları sağlam, dedim, oğlum, nə hadisə baş verdi? Deyir, dedi ki, ana, yuxudaydım, gördüm ki, bir dənə uca boylu ağa gəldi, bir cavan gəldi, ya əbəlfəz, bir cavan gəldi, mənə dedi, mənim əllərimə əlin çəkdi, əllərimi qoydu, əlin çəkdi əllərimə, baxdım, gördüm, əllərim sağaldı, dedim, ağa, əlimi ver, öpüm, baxdı mənə, dedi, mənim əlim yoxdur, səni öpəsən. Dedim, ağa, sən kimsən? Dedi, mən həmən Əbəlfəzül Əbbasam ki, sən ona görə qollarını neynədin, verdin. Esselamu aleyke ya Əbəlfəzül Əbbas və seyələmun nəzînin qələmu əyyəmun qələbin yəmin.